Qusar rayonunun Hil kəndində dəhşətli qətl hadisəsi baş verib. Kənd sakini Asif Təyyibov keçmiş həyat yoldaşı Diana Təyyibovanı bıçaqlayaraq qətlə yetirib. Can rahat vermeyi koymayıblar, çabalamağa da koymayıblar. Böyle düşman var. Hiç olmasa onun uşaqların anasıydı. Çok zulümle çabala öldürüp, çok zulümle öldürüp. Şu balamla bana beğenedi gelin. En ağır ceza. En ağır ceza çiçeğim. Bu ilin dekabr ayının 16'sında Qusar rayonunun Hil kənd sakini 32 yaşlı Diana Təyyibova itkin düşüb. Axtarışlar zamanı meyidin kənd ərazisindəki boş evlərin birində tapılıb. Meyidin üzərində zorakılıq əlamətləri aşkarlanıb. 3 uşaq anası olan qadının keçmiş həyat yoldaşı 35 yaşlı Asif Təyyibov tərəfindən amansızlıqla öldürüldüyü məlum olub. Adam kepala kumasu pala dia kepala. Apur samka işte bakışana. Manyaktım tamir. Zubalat bana yapsam ya. Manyaktım tamir. Zubalat bana yapsam bakışan. Abi rahat vereyim kusura. Abi rahat vereyim kusura. Zaten manyak ya. Zülümle balat bana yer bakışan. Adı balak alonu var. Peşinler giydi. Adı iyi balak çöpük adı kırtını vardı. İyi balak çöpük adı kırtını var manyak ya. Manyak kırtını vardı balat değil. Bizim baladı kırtını vardı. Nasıl diskarçı? Nasıl diskarçı? Bu da uşağı da ha. Balaca uşaq budur. Bir dağı da anasından ayrılmırdı. Ne tarih saklasın onu, anası, nenesi ne tarih saklasın, ürək qalır onda. Ürək qalır onda. Özel ceza anne. Öyle düşman da bile elemez, vallahi elemez. Düşman Küt da elemez. kayçıyla kesibi. Evvel de kulağın dibini vurublar. Sonra yakın yıkıblar, ondan sonra da kesibler. Can da rahat vermeyi koymayıblar, çabalamağa da koymayıblar. Böyle düşman var. Hiç olmasa onun uşaqların anasıydı. Neyniblər? Skoçlayıblar. Ağzı da. Ağzı da, eli, ayağı. Düşman da hiç el eləməz. Neçə gün sonra tapıblar? Bir gece kalıp orada. Bir gün, Saat bir gece kaldı. 12'de şey kalmıyor bundan alaka. Dünen yok kabakı gün. Saat 12'den sonra kalmıyor alaka. Dünen akşam takırlar gece. Anası burada değil. Ay Cemal. Ay Cemal. Anası Anası ne burada? Ana. Kadirdik Zubaladı. Kadirdik Ertuğrul Zubaladı. Zubalat Ertuğrul kurumu kurattım tukuna. Kurumu kurattım tukuna Zubala. Can cemaatım. Günahsız var. Ama polisler. Nədə oldu, necə oldu deyin də. Azərbaycanca danışın. Necə olub? Bir dəqiqə. Seni Zubalat Ertuğrul varsa bak seni Zubalat Aşağıdan Ertuğrul mu kurattım? Cemaatana. Anam, Azərbaycanca danışa bilirsənmi? Azərbaycan dili Necə bilirsiniz? olub hadisə? Nə tər olub? Hə, deyin. Avladı baparım. Deyin. Kiraya Azərbaycan dilində bilmirsiniz? Yox, ləzgicə danışmaya, Azərbaycanca danış. Azərbaycan dili bilmir. Danışa bilərsən Azərbaycanca? Necə olub sən? Buyur. Can cemaatler, adı casaçım. Abri polis casaçım nasıl casaçım? Zubala Bir dəqiqə. Azərbaycan dili bilmir. Gəlin bura, gəlin bura siz. Bir dəqiqə. Sakin. Bu anasıdır Ana ha? belə deyənin siz. Anasıdır. Ha, siz Azərbaycan. Bir dəqiqə tələsməyin. Adınız, soyadınız? Bəyova İsmirə. İsminə xala. Və necə oldu Necə hadisə? olub hadisə? Uşağını aparıb məktəbə saat 11-də. Oradan gedib aldadıb onu kiraya ev tutarıq. Uşaqları da apararıq deyib aparıb ora. Sonra bunlara deyib ki, məktəbdən xəbər gəlib ki, uşaq yoxdur, amma evə aparan yoxdur, valideyni gəlməyib aparmağa. Babasına zəng eləyib ki, uşaq qalıb məktəbdə. Sonra babası gətirib bunlara qaytarıb evdə. Sırağa gündən axtarıblar, tapmayıblar. Dünən axşam tapıb. Hardan tapıblar?
Boş bir evdən kənddə. Başka bir evde. Hə, Necə vəziyyətdə tapılıb? necə vəziyyətdə? Bırak diyor, bunu ye bu da. Qayçı ilə kəsib boğazını. Yani kıskançlık zemlerinde. Nə bilim, bilmirəm. Ne üstünde olub bilmirsiniz? Yox, yox, yox. Ayrılmışdılar. Bəli, ayrılmışdılar. 2 ildir ayrılmışdılar. Uşaqları var idi. 3 uşağı var. Necə vəziyyətdə tapılıb bir dənə ona deyin. Bir də qız buyurun. Ağzını deyir, skoçla bağlayıblar deyir. Əllərini bağlayıblar deyir. Ayaqlarını bağlayıblar deyir. Qayçı da kəsib. Qayçı da Qayçı boğazını kəsiblər. 3 gün sonra tapılıb evdə. 2 gündən. 2 gündən sonra. Kim tapıb? Polislər tapıb. Axtarılıb da o vaxta Hə, qədər. özü söyləyib ki, mən eləmişəm burdadır deyir. Polislə, hə. Həyat yoldaşı gəlib aparıb da evdən onu barışıq kimi, yoxsa necə? Həyat yoldaşı evdən aparmırlar, zəng eləyib aparıb. Elə deyirlər. Neçə ildir ayrılmışlar? 2 il yarım. Ayrılmışlar. Hə. Kirikatın apçırat falan. Çok büyük əziyyətlə öldürüb, çok büyük əziyyətlə. Babasını çıxıb 2 il imiş. Ramkaya şəkil çıxartmaq istəyirmiş. Nasıl ceza en ağır ceza. En ağır ceza bu da yanıma 3 balamla bana beğenedi gelin. Anasısınız. En ağır ceza. En ağır ceza çocuğum. Çocuğum adam manyak ya. Manyak ya. Ermedi ya. Zülümle kaydı bana 3 bala. Zülümle. Zaka isi var. En ağır ceza. En ağır ceza nasıl dedi? Nasıl dedi ya ceza? En ağır ceza. Manyak ya. Manyak ya. Hadi manyak ya. En ağır ceza. En ağır ceza falan. En ağır ceza. En ağır ceza. Dekabrın 16-sında Qusar rayon sakini Diana Təyyibovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı rayonun Hilkənd sakini Asif Təyyibovun Diana Təyyibovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Asif Təyyibov rayon prokuroru tərəfindən şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam ettirilir. En ağır ceza. En ağır ceza bu da yanıma 3 balamla bana beğenedi gelin. Anasısınız. En ağır ceza. En ağır ceza çocuğum. Diana Təyyibovanın keçmiş həyat yoldaşı Asif Təyyibov isə şübhəli şəxs qismində polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları davam etdirilir. Nizami Rəsulov, Nüşabə Bəxşiyeva, xüsusi olaraq Dinas TV üçün.